Hər kəsə salam. Bugün sizinlə Excel-dan bəzi funksiyaları nəzərə yetirəcəyik, bəzi fərqliliklərə nəzər yetirəcəyik. Bu fərqliliklər nədir? Funksiyanın arqumentində olan dəyərlər. Bax, bu dəyərlər funksiyanın arqumentində olan dəyərlərdir. Keçən dəfə bir tələbə sual verir ki, bəs məsələn biz burada dırnaq işarəsində olan elementi götürmürük. Bəs burada olan element, funksiyanın arqumentinə daxildir və bu elementlərin hər biri bütün funksiyalarda keçərlidir və hesablanacaq. Lakin diapazon daxilində olan elementlər hesablanmır. İlk öncə bizim üçün nə verib? Average, A1, C3 diapazonu və tərkibinin 4-5 elementləri. A1, C3 diapazonunun bura olduğunu biz bilirik. A1, C3 diapazonun bura olduğunu biliriksə, burada hansı elementlər var? Onları götürürəm və yola çıxıram. Deməli, burada olan elementlər 2, 3, 1 yazıram. Açıq şəkildə yazıram. Ümumiyyətcə ədəd orta nədir? Cəmi saya nisbətidir, doğrumu? İndi 1 plus 2 plus 3 plus 2 plus 3 plus 1 plus 6. 3 plus 1 plus 6. Təbii ki, bu dırnaqdadır. Sətr olduğu üçün bunu görmürəm. Daha sonra 4 və 5-i isə görürəm. Funksiyanın arqumentindədir, tamam mı? Necədən elementim var? Oy, sorry. Necədən elementim var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə elementim var. Baxıram. Bura verdi 6. 6 ilə 2-ni cəmlə 8. 8-in üstə 4 gəl 12. 12-in üstə 6 gəl 18. 18-in üstə 4 gəl. Eləsin 22. 22-in üstə 5 gəl 27. 27-ni də 9-a bölsəm 3 etmiş olacaq. Belə. İsə gəlin buranı silək. Və həqiqətən baxaq görək bizim nəticəmiz 3 olurmu? Yəni bəzən sual qala bilər ki, tələbənin beynində. Mən inanmıram. O elə ola bilməz. Orada 4 və 5 icra olunmaz. Enter'e sıxıram. Gördüyümüz kimi 3 nəticəsi ekrana çıxmış oldu. Deməli, funksiyanın arqumentində olan 4-5 bizim işimizə yarayırmış. Daha sonra keçək. Ümumiyyətlə, burada hal-hazırda ekranda gördüyünüz funksiyalardan product xaric digər funksiyaların hər biri statistik funksiyadır. Product hasili bildirir. İndi isə product'a baxıram. Product A1, C1 diapazonudur. A1, C1 diapazonumuz da buradır. Deməli, 1-i 3-ə vuracam. Sonra da 5 ilə 2-yə vuracam. 1-i 3-ə vuranda 3, 3-ü 5-ə vuranda 5, onu da 2-yə vuranda, öz istəm 15, onu da 2-yə vuranda eləyəcək nə? 30. Deməli, hal-hazırda bu xananın dəyəri, yəni D3 xanasının dəyəri 30-a bərabər olmuş olar. Baxaq. Gördüyümüz kimi 30-a bərabər olmuş oldu. Deməli, nəymiş? Funksiyanın arqumentində olan dəyərlər bizim üçün əhəmiyyət daşıyırmış. Count, count-a və count-if. Count, diapazonda olan, ədəd olan xanaları sayır yoldaşlar. Bizdə bu getdi, dırnaqdır. 3 dənə burada 4, 5, 6, 7 və 2 dənə də burada var. 8, 9. Mən bu ikisini də fərqli yazmışam ki, ikisi də nə olacaq? Sayılacaq. Baxın, gördüyünüz kimi 9 element var. Bu arada bir şey də qeyd edeyim. Burada dırnaq işarəsi olmasaydı bəs, bir saniyə, sonra, buradan bərabərliyi götürək. Sual verə bilərsiniz ki, bəs burada dırnaq işarəsi olmasaydı, gəlin göstərim. Dırnaq işarəsinin olub olmamağının fərqi yoxdur. Baxın, eyni qaydada 3 dəyərini sizin üçün vermiş olacaq. Bu belə. İndi bunu da nəticələndirdikdən sonra count A funksiyamı keçirəm. Count A. Count A, A hərfi İngiliscədən all sözündən götürülür. All bütün deməkdir. Tamam, bütün deməkdir. Yəni, bütün dolu xanaları sayır. Burada, bir saniyə, 3 dənə burada 4, 5, 6, 7, 8. Tərkibində də bir dənə element var, 9. Deməli, bunun nəticəsi 9 olmuş olacaqdır. Gəlin, baxaq. Bir saniyə. Oy. Bir saniyə. Bərabərdir. Enter sıxırıq. Gördüyümüz kimi 9 nəticəsini verdi. İndi isə gəlin, burada count if şərtə görə saymağı icra edir. Count if, bir saniyə, üzrlüyəm, bərabər silmədim. Count if isə şərtə görə saymağı icra edir. Yəni, fikir verin, deyir ki, A1, C3 diapazonunda 4-dən böyük elementləri say. A1, C3 diapazonunda yalnız bir dənə 6-dır ki, 4-dən böyük elementdir. Və indi gəlin onu çıxardaq görəkmi? Həqiqətən 1. Gördüyümüz kimi bir nəticəsini çıxartmış oldu. Daha sonra gəlirəm minimum və maksimum funksiyalarına. Bunlar da statistik funksiyadır. Minimum, diapazonda olan minimum elementi tapmaq istəyir. Bizim diapazonumuz buradır.
Burada minimum element 1-dir, lakin bizim funksiyamızın arqumentində -2 var. Baxın, nəticə nə çıxacaq sizdə ekrana? -2 olaraq çıxmış olacaq. Nə olsun burada? Budur. Məsələn, deyə bilərsiniz, bəs burada bir -7 olsa, təbii ki, burada -7 daha kiçikdir də, ona görə də -7-ni çıxartmış olacaq. Bəs deyə bilərsiniz ki, məsəl üçün, belə bir şey olsun, fərqi yoxdur. Gördüyümüz kimi dırnaqda olmasının bizim üçün heç bir əhəmiyyəti yox imiş. İndi keçək A1 C100 diapazonunda maksimum element tapmaq. Təbii ki, bunun nəticəsi bizdə nə olacaq? 9 olacaq. Niyə? Çünki burada ən böyük element 9-dur. Funksiyanın arqumentində də var. Bir də nə ola bilər? Dırnaqda məsələn 23 verir. Təbii ki, bu da bizə nə qiymət verəcək? 23 qiymətini vermiş olacaq. Düşünürəm ki, bunların hər biri bizə aydındır. İndi isə gəlin başqa bir mövzuya diqqət eləyək. Başqa bir, daha doğrusu funksiyalara. Bunlar isə funksiya, üzr istəyirəm, mətin funksiyalardır. Len uzunluğu bildirir. Yəni B3 xanasının elementlərinin sayı. Məsələn, B3 xanası budur. Hal-hazırda burada neçə dənə element var? Onları deyəcək. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə element olduğunu görürəm. Gəlirəm bura. Deməli, bərabərdir qoyuram. Gördüyümüz kimi 14 elementin olduğunu bizə göstərdi. İndi bir məsələ var. Sual verə bilərlər ki, burada müəyyən məsafə olub, müəyyən məsafə olub. Belə bir şeylər olsun, yoldaşlar. Tamam mı? İndi gəlirəm. Baxın, bəzən uşaqların bu sual çox maraqlandırır. Gördüyümüz kimi 18. Belə bir şey sizə verə bilməzlər. Deyə bilərsiniz ki, 14, 15. Mən nə bilim burada neçə boşluq var. Bu sualı sizə verə bilməzlər. O yanlışdır. Burada bir dənədir, bunun bir dənə boşluq görürük. Amma mən nə bilim burada neçə boşluq var. Onun artıq söz verməkləri yanlışdır. Tamam. Sonra gəlirəm bura. Right B1 4. B1 right sağ deməkdir Azərbaycanca tərcümədə. Yəni B1 xanasına olan elementin sağdan 4 simvolunu sizin üçün verməlidir. 2 dənəsi burada, biri burada, bir də burada. Bu olduğu kimi sizə çıxardacaq bunu ekrana. Gəlin baxaq. Bir saniyə. Gördüyümüz kimi olduğu kimi çıxartmış oldu. Bizim heç bir səhvimiz yoxdur. Və indi gəlirik nədən danışırıq? Bir saniyə. Bunu silək. Əgər tək şəklində verilərsə, belə bir şey görürsünüzsə, belə bir şeydə bir dənə ən sağda olan elementi 2-ni vermiş olacaq sizə yoldaşlar. Gördüyümüz kimi 2 olmuş olacaq. İndi left B2-dir 4. Yəni B2 xanasının soldan 4 elementini, soldan 4 elementini bu şəkildə info yazaraq ekranda göstərmiş olacaq. Gəlin baxaq. Gördüyümüz kimi info sözünü bizim üçün verdi. Bir də nə verəcək bizə? Bir saniyə bunu silək. Left B2 bu isə B2 xanasında olan elementin soldan ilk simvolunu, yəni I hərfini vermiş olmuş olacaq bizə. Yoldaşlar, bir dənə biz sizə bir şey də deyim. Yadda saxlayın ki, len funksiyasında belə bir şey yazıla bilməz. Yəni, len funksiyasında görürsünüz, burada da deyir ki, çox arqument vermişsən. Len funksiyasının içərisində yalnız xana ünvanı qeyd edirlər. Belə, deməli, bugünlük bu qədər. Sağ olun, sağlıqla qalın.